möhkəm sıxarsa, mən buradan gətirə bilməyəcəyimə görə sıxır təzdən əli qatlayıram içəriyə doğru götürürəm. Gəldim, götürdüm. Götürürəm, sanki kotu qeyşi variantı. Özümüzə də necə ki işləyirik. Buradan rəqibə də mən kotu qeyşi eləyə bilirəm. Sadəcə olaraq burada bizə lazımdır ayaqüstü kontrol. Ona görə kotu qeyşini tam eləmirəm. Çünki tam eləsəm yavaş-yavaş rəqib gedəcək aşağı. Mən onu eləyirəm yarıya qədər, ağrı ilə saxlayıram. 1, 2, gəldim bura. Kotu qeyşini eləyirəm və sanki dairəvi formada onu gətirirəm qolumun altına doğru. Kotu qeyşi elədim, gəldim, götürdüm və elədim kontrol. Gəldik buradan göstərək, gəldim bura. 1, götürdüm. Fikir verin yerindəyim, ayaq hərəkəti yoxdur. Yəni bunun variantları çoxdur. Ola bilər ki, mən buradan özüm keçim rəqibin yanına, ola bilər ki, Taysa Bakı ilə keçim, ola bilər ki, güclə dartım. Bu variantda isə ağrı ilə çəkirəm. Götürdüm, dairəvi formada fırlatdım və gətirdim qolun altına. Burada isə siz buna uyğun hansısa texnika işləmişsiniz deyə təxminən başa düşəcəksiniz. Biləyin, burada niki olan hissəsini qoyuram qolun altına. Nə çox içəri salmıram ki, sümük itirənməsin, çünki onda ağrı olmayacaq. Nə də çox söldə saxlamıram ki, buradan sürüşü çıxmaz. Bunu qoydum bura. Bunu isə düz dirsəkdən yox, bir qədər dirsəyin altında. O istiqamətdə qoydum, oldu kontrol. Mən də buradan göstərək. 1, 2, dairəvi formada fırlatdım, gətirdim və oldu kontrol. Bu da oldu sizin texnikanız.